Selam, sabahınız xeyir. Mən piyada iş yerinə gedirəm. Aslında bu mənim iş günüm değil ama geçen seri xəstələnmişim deyə müdürdən icazə aldım. Həkimə getdim. Yox idim, ona görə yazı işlərim dala düşüb. Sağ ol. Günlərdə də mənə qərar verim, gedim işlərimi görüm. Hem de ki iş günləri biraz internet zayıf olduğunu. Bak bugün sanırım ki bizim sahip de məni yaxşı işləyir. Yolda böyle dükan gördüm derdim. Bakın. Mahalləni yemirəm. Burası yetişəndə yiyəcəm. Məliyəm ki piyada gedirəm işə. Çünkü hələ güneş düzdür, saatin 9 olmağına baxmayaraq güneş hələ də mənə kızmar değil de. Ona göre piyada gitmeye karar verdim. Çok güzel gündü, çok güzel havadı. İnşallah Allah hayır etsin bu günümüzü.